güclü qalmaq məcburiyyətində qalan qızlarım üçün açdım bu videonu. Mən yol gedirəm, bir şey xatırladım. Mənim hekayəmi bilirsinizsə, görə də bilərsiniz ki, uşaq vaxtından bəri nəyəsə çat, uğur qazan, güclü ol, hər şey sən həll eləyə bilərsən. Bu cürə böyüdülmüşəm, bu cürə ortamda ailəm olubdu və imkanların çox kiçik olduğu, problemlərin də çox olduğu bir ailədə böyümək ki, bir çoxlarımız belə böyüyüblər, qızlar, sizi anlayıram. Belə bir ailədə böyümək gətirib əlbəttə ki, avtomatik olaraq səni o duruma çıxarır ki, sən ya ümumiyyətlə hərəkətsiz qalırsan, heç nə eləyə bilmirsən həyatınla, ya da tam əksi başlayırsan güclü qalmağa, başlayırsan hər şeyi özün həll eləməyə, başlayırsan çox uğurlu olmağa, hər şey alınar, hər şey mən eləyim və s. Bir momentdə başa düşürsən ki, tamam da mənim ehtiyaclarım nədir, mənim hisslərim nədir, həqiqətən mən nə istəyirdim, mən bu işi qurmaq istəyirdimmi, mən bu qədər güclü olmaq, yaxşı qazanmaq, gözəl qalmaq, nə bilim, hər şey eləmək istəyirdimmi, bu qədər özümə yüklənmək istəyirdimmi, bunu özüm mü seçmişəm, yoxsa başqası mı seçibdi mənim üçün? Bax, o an mənim üçün də çatmışdı bir zamanlar və o anda mən başa düşdüm ki, mən seçmişəm, amma reaktiv mən seçibdi bunu. Reaktiv mən nə deməkdir? Yəni, anama və atama nəzərən bu qərarı vermişəm mən. Özüm əslində nə istəyirəm, onu bilmirəm. Bu da nə deməkdir? Bu deməkdir ki, uşaq vaxtı kim ki, elə ata-ana ilə böyüyürsə ki, o ata-ana özlərinin realizə etmədikləri potensialı, gücü və özlərinin göstərə bilmədikləri mübarizəni sanki yükləyirlər növbəti gələn daha resurslu uşağa. Bu yaxşıdır, pisdimi yox, valideynləriniz zəif olub deməkdirmi? Əsla yox, çox güclü maddi olaraq da, mənəvi olaraq çox güclü valideynlər də bunu eləyə bilir. Bunun səbəbi sadəcə odur ki, valideyn düşünür və sanki deyir ki, uşağına, mənim mübarizəm bitmədi dünya ilə, mən mübarizə etdim, bitirə bilmədim, sən mənim davamçımsan, davam et bu mübarizəni. Və biz də şüuraltıda valideynlərimizə sadiq qalmağı həmişə istəyirik. Niyə? Çünki şüuraltı üçün valideynlərinə sadiq qalmamaq o deməkdir ki, məhv olacam. Avtomatik neçə yaşımız olursa olsun, biz DNK-mıza sadiq qalmaq istəyirik ki, DNK-mız bizi rədd eləməsin. Və bu güclü qalma məcburiyyəti də əslində buradan gəlir. Sanki atamız, anamız və yaxud da hər ikisi, indi siz bəlirləyə bilərsiniz hansı olub sizin üçün. Atamız, anamız və yaxud da hər ikisi bizə bir vəzifə ötürüb ki, mənim dünya ilə savaşım bitmədi. Mən bacarmadım ümumiyyətlə. Bu savaşı sən davam etdir. Və sən də kör təbii şəkildə, düşünmədən, sorğulamadan başlayırsan valideynlərinin sənə ötürdüyü, gizlicə ötürdüyü. Yəni, bunu sözlə deməyə bilərlər. Amma əgər xüsusən də bir ata, bir ana uşağının özündən daha güclü, daha zəngin, daha uğurlu olmasını arzulayırsa, xüsusən də qızının, oğlanlara aid deyil, bu ona görə qızlarıma deyirəm mən. Qızının, çünki oğlan uşağı, tamam, oğlanlar elədir, kişilər elədir ki, onlar qazanmalıdır daha çox. Onlar mübariz olmalıdır. Onlarda testosteron çoxdur. Fiziolojik olaraq biz qızlardan fərqlidirlər. Amma xüsusən də ailədə ata xüsusən də, ana yox da ata, qızının daha mübariz, daha güclü, daha çox qazanan olmasını istəyirsə, burada artıq məsələ dəyişir. Burada artıq biraz çox yüklənilir o qıza, şüuraltıda da o qız başlayır özündən asılı olmadan həyatı ilə bağlı qəribə məqsədlər qoymağa, qəribə qərarlar verməyə, yorulmağa, həyatına güclü kişiləri çəkə bilməməyə və əlbəttə sonrasında sorğulamağa başlamağa ki, tamam da nə baş verdi indi? Bundan sonra mən nə edəcəyəm bəs? Niyə mən bu qədər güclü qalmaq məcburiyyətindəyəm? Bəs kim mənim əvəzimə güclü olacaq? Bəzən mənim məsələlərimi həll eləyəcək, bəzən mən də qadın kimi ola biləcəm, bəzən mən də yumşalacağam. Bu əsla o demək deyil ki, bəzən deyirlər ki, qadın işləməz, qadın uğurlu olmaz, qadın uğurlu biznes qurmaz, nə bilim, qadın dastigator olur, çox işləyəndə, kişiləşir, kişi orqanları çıxır və s. deyir. Rusca belə hətta söyüşlü
məzəli misallar da var. Amma bunların heç biri gerçəkliyə əks etdirmir. Nəyə görə? Çünki bəli, qadın həm işləyər, həm də qadın olar. Bir çox qadınlar var belə. Mənim üçün də çox nümunə olub belə xanımlar ətrafımda ki, kimlər ki, həm mübarizdirlər, həm çalışırlar, həm yaxşı qazanırlar, həm həyatlarını qururlar, həm problemlərə qarşı sinə gərmə qabiliyyətləri güclüdür. Amma həm də lazım olanda güclü olmaya bilirlər. Lazım olanda qazanmaya bilirlər. Lazım olanda istirahətə çəkilə bilirlər. Lazım olanda uzun müddət özlərinə qapana bilirlər. İstəyəndə yanlarında güclü biri olur, biri ya da biriləri olur, həmişə kömək istəyə biləcəkləri. Amma bir çox o gücü qaramaq məcburiyyətində qalan qızlar elə insanla ya evlidirlər ki, o ümumiyyətlə problemləri çözmə qabiliyyəti çox aşağıdır onun və yaxud da ümumiyyətlə belə heç bir münasibət qura bilməyiblər. Ümumiyyətlə heç bir münasibət qura bilməyiblər, həmişə tək qalıblar və s. və s. Və bütün bunlar olmasın deyə mən istəyirəm kiçik bir texnika eləyək sizinlə. Düşünün ki, həmin valideyniniz, xüsusən də atanız olubsa bu mütləq, həmin valideyniniz qarşınızdadır. Hətta bir fiqur kimi onu qarşınıza qoya bilərsiniz. Sanki o tam qarşınızdadır, buradadır. Və sanki o sizə baxır. Siz də səsli şəkildə deyirsiniz ki, mən səni görürəm, əziz atam ya da əziz anam. Yenə səsli şəkildə davam edeyim. Mən səni görürəm, amma çox yorulmuşam. Güclü olmaqdan, mübariz olmaqdan, hər şey özüm əllə eləməkdən. Heç mən bilmirəm ki, bunu mən eləməliyəm yoxsa yox. Mən bilmirəm ki, bu güclü olmağı mən mi seçmişdim, bu qədər məqsədlərinə çatmağı, uğurlu olmağı, bu qədər mübariz olmağa, hər şeyin altında özüm qalmağı. Amma indi görürəm ki, bunu mən seçməmişdim. Bəli, mən güclüyəm, bacarıqlıyam, bəli, məndə hər şey alınır. Və alınacaq da bundan sonra daha da güclənəcəyəm. Amma artıq zəif olmaqda, qadınlığımı da qəbul eləməyə başlamaq istəyirəm. Amma aramızda gizli bir saziş baş verib. Sanki sən dünya ilə mübarizəni bitirməmsən, mən davam etdirməliymişəm kimi. Və mən də bu sazişə illərdir sadiq qalmışam. İllərdir sənin bitirə bilmədiyin mübarizəni, sənin realizə etmədiyin potensialı, sənə sadiq qalmaq üçün mən davam etdirməyə çalışmışam. Amma indi anlayıram ki, sən böyüksən, mən balaca. Səndən hər hansısa bir böyük vəzifəsi götürmək, sənə nəzərən balaca olan məni çox yorub və sənin yüklərin mənə aid deyil. Bugün bu anda aramızdaki gizli sazişi pozuram. Sənə sadiq olmaq üçün, sən tərəfdən sevilmək və mənim də səni sevdiyimi göstərmək üçün belə bir sazişə artıq ehtiyacımız yoxdur. Mən balacayam, sən böyük. Hər şeyə görə təşəkkürlər. Və indi baxın bədəninizdə nə hiss eləyirsiniz siz bunları dedikdən sonra. Və istəyirəm növbəti bir həftədə baxasınız. Qərarlarınız, düşüncələriniz, hissləriniz necə dəyişir, nələr eləyirsiniz. Və bu reaktiv kimliklə olan işlərdən sadəcə birisi idi. Biz davamını sentyabr ayında Primera proqramında eləyəcəyik və bu çox önəmlidir. Bu yükləri atmaq, emosional bagajı atmaq, reaktiv kimliyimizdən çıxıb əsl kimliyimizi tapmaq, artıq tək bir personajdan yaşamamaq, artıq həyatın hər bir gözəlliyini, rəngarəngliyini dada bilmək. Və Primera proqramına qeydiyyat isə aşağıdadır. Description'ın açıqlama bölməsinə baxsanız qeydiyyat linkini görəcəksiniz.
Mən sizi proqramda görməkdən çox şad olaram. Özünüz üçün edə biləcəyiniz ən maraqlı yatırımlardan biri olar bu. Hər birinizi çox sevirəm. Aşağıda rəylərinizi yazın mütləq.